Azərbaycan Dəmir Yolları pandemiyadan öncə fəaliyyət göstərən stansiya və dayanacaqların fəaliyyətini mərhələli şəkildə bərpa eləyir. 18 aprel 2026-cı il tarixindən Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir. Pandemiyadan əvvəl Bakıdan Kürdəmirə kimi bu məsafə 3 saat 11 dəqiqəyə qət edilirdi. Hazırda bu məsafə 2 saat 11 dəqiqəyə qət ediləcək. Məsafə 203 kilometrdir. Bildirmək istəyirəm ki, pandemiyadan əvvəl bu istiqamət üzrə il ərzində 1000-ə yaxın sərnişin daşınırdı. Biletlərin qiymətinə gəldikdə isə minimal qiymət 11 manat 10 qəpikdən başlayacaq. Bu istiqamətdə hərəkət edən Bakı-Qazax-Bakı, Bakı-Ağdam-Bakı, Bakı-Balakən-Bakı qatarlarına dayanacaq veriləcək Kürdəmir stansiyasında. Əlavə olaraq əlavə reys kimi təyin olunan Bakı-Ağstafa-Bakı qatarına da bu stansiyada dayanacaq veriləcək. Pandemiyadan əvvəl bu istiqamət üzrə 1000-ə yaxın sərnişin daşınırdı. Hal-hazırda proqnozlarımıza əsasən bu istiqamət üzrə illik 2000-ə yaxın sərnişin daşınması planlaşdırılır. Bu stansiyanın istifadəyə verilməsi ilə ətraf ərazilərdə, rayonlarda yaşayan təxmini 300 mindən çox əhali üçün Bakıya birbaşa nəqliyyat əlaqəsi qurmaq üçün imkan yaradılır. Əlavə olaraq qərb və şimal-qərb bölgəsi üzrə də sərnişinlərimiz Kürdəmir stansiyasından səyahət edə bilərlər. Kürdəmirdə dayanacağın verilməsi bu region ətrafında olan rayonların da nəqliyyat əlçatanlığına müsbət təsir göstərəcək. Bu tək Kürdəmirin yox, həmçinin Ağsunun və ətraf yaşayış məntəqələrinin də nəqliyyat əlçatanlığın yüksəldəcək. Buna qədər olan avtomobil nəqliyyatının avtobusla yanaşı, həmçinin də sürətli, keyfiyyətli olan dəmir yolu ilə əlaqəni təmin edəcək. Nəqliyyat əlçatanlığı nə qədər çox olarsa, həmən ərazilərdə həm yaşayışa müsbət təsir göstərəcək, həmçinin də məsafədən iş imkanlarını da dəyərləndirmək üçün müsbət bir zəmin yaradacaq. Yəni, regionda yaşayıb da gündəlik bu reyslə şəhərə gəlmək və yaxud əksinə hərəkət etmək üçün yeni bir imkanlar yaradır. İlk növbədə dəmir yolu dayanacaqların və stansiyaların açılması bu mobilliyin alternativləri deməkdir. Yəni bundan əvvəl biz Kürdəmirə ya da ki bu aran rayonlarına yalnız avtobus və yaxud da ki avtomobillə gələ bilirdiksə, qatar bunun dayanıqlı alternatividir. Çünki öz qrafiki var, tıxaclarda dayanmır. Daha yəni bu sürət qatarıdır. Yəni minimum dayanacaqlarla gəlib Kürdəmirə çata biləcəksiniz. 2 saat 10 dəqiqədir indiki qrafika uyğun olaraq. Lakin bunun başqa tövhələri həmçinin o olacaq ki, məsafə az olduğundan və səfər zamanı az olduğundan hətta Kürdəmirdə və ətraf rayonlarda işləyənlər, yəni gəlib, yəni Bakıda da işləyə bilərlər. Eyni zamanda mobillik burada artacaq iki bölgə arasında. İki bölgə deyəndə mən burada ümumiyyətlə Bakı aqlomerasiyasını nəzərdə tuturam və Aran aqlomerasiyasını nəzərdə tuturam. Arana məsəl üçün daxil olan Ağsum olsun, İmişlim olsun, yəni bura gəlib rahatlıqla yarım saata 40 dəqiqə ətraf regionlara çatmaq mümkün olacaq, ətraf şəhərlərə çatmaq mümkün olacaq və bilirik ki, mobilliyin artırılması ilk növbədə təbii ki, iqtisadi artım da deməkdir. Yəni əlavə fürsətlər, əlavə imkanlar deməkdir. Bakı-Kürdəmir qatarının, bugün sürətli qatarının Kürdəmirə gəlişi və Kürdəmirdən geri dönüşü əslində sadəcə bir nəqliyyat hadisəsi deyil, bu sosial bir iqtisadi hadisədir. Məsələ ondadır ki, artıq bölgədəki insanların da, əhalinin də Bakıya çıxışı daha da asanlaşır. Həmçinin Bakıdan üzü Kürdəmirə gedən vətəndaşlar qatardan istifadə edirsə, bu zaman yollarda da sıxlıq azalır. Qəzaların sayının azalmasına da müsbət təsir edir. Həmçinin ərazidə Kürdəmir stansiyasının artıq fəaliyyəti ilə, həmçinin sürətli qatar işləməsi ilə ərazidə yeni iş yerlərinin açılması da burada əlamətdar hadisələrdən biridir. Və onu da qeyd edeyim ki,
Bakı qatarının, sürət qatarının çalışması həm də kənd təsərrüfatı məhsullarının daşınmasına müsbət təsir edir. Biznes mühitinə də müsbət təsir edir və daxili turizmin də inkişafına şərait yaradır. Kürdəmirlərin bir gün şad günüdür. Bayram əhval-ruhiyyəsi gedir. 6 il öncə belə bir şərait yox idi burada. Çox sağ olsunlar. Allah prezidentimizə can sağlığı versin. Allah kömək olsun. İndi cəmaatın rahat Bakıya, nə bilim, Gəncəyə gedib gəlməyi çox rahat olacaq. Allah can sağlığı versin. Allah köməkləri olsun. Çox minnətdaram. Kürdəmir rayonunda dəmir yolu stansiyası açılmaq bu Kürdəmirlər üçün çox gözəl və sevindiricidir. Kürdəmirdən Bakıya rahat və təhlükəsiz şəkildə çatacaq. Bunun üçün mən Cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Bu Kürdəmirlər üçün bu şəraiti yaratdığına görə. Rayon İcra Hakimiyyətinin başçısı Elşən müəllimə təşəkkür edirəm. Və Dəmir Yolu Səhmdar Cəmiyyətinə öz təşəkkürümü bildirirəm ki, bu şəraiti bizim üçün yaradıblar.